Mövzumuz 6-cı sinif ingilis dili böyük summativ qiymətləndirmə 1 olacaq. Bu Game Changer yeni 6-cı sinif kitabına uyğun olaraq hazırlanmış besiqedir. He didn't me because I was behind the tree. O məni görmədi çünki mən ağacın arxasındaydım. Uşaqlar keçmiş sadə zaman istifadə olunur və keçmiş sadə zamanın deməli inkarıdır. Və burada biz he didn't-dan sonra feili sadə formada seçməliyik. See. Last month keçən ay deməkdir və hansı zamanın zaman zərfidir? Keçmiş sadə zaman, yəni past simple zamanın zaman zərfidir və keçmiş zamanda fly feilinin keçmişi flew-dur. My parrot is than most other parrot. Aha, burada nöqtələr olmalıydı. Deməli, müqayisə dərəcəsi istifadə olunub. Ona görə də müqayisə dərəcəsi noisier. İki hecalı sifətlərdə y hərfi ilə bitəndə y hərfi I hərfinə çevrilir və r ilə düzəlir. İki hecalı sifət əgər y hərfi ilə bitibsə r ilə düzəlir və y hərfi də I hərfinə gəlir. Bizim y ingilis bizim i hərfinə çevrilir. Okay. Yəni bu olmaz məsələn. Düzgün sual. Jack was happy because he entered the university. University because-la başlayan cümləyə sual verəndə səbəb soruşulur. Why? Why was he happy? Nəyə görə xoşbəxt idi? Unluckily, David broke his leg. Deyir, bədbəxtlikdən David ayağını qırdı. Kim qırdı mübtədaya sual verəndə uşaqlar heç bir zaman köməkçi feillərdən istifadə etmirik. Silirik mübtədanı, baxırıq adamdırsa onu who ilə əvəz edirik. Və cümlənin qalan hissəsi olduğu kimi gedir. Who broke his leg? Baxaq. Yəni B variantı. Düzgün variant istəyir. Has got a new Apple Watch. Yeni Apple saat var. He is sevincdən həyəcanlanır. Sevinir. Excited elə sevinir deməkdir həm də. Boring olmaz. Frightened qorxmuş olmaz. Scared qorxmuş. Yenə olmaz. Leyla and passed all her exams. Leyla nə etdi ki bütün imtahanlardan keçdi? Dost oldu, xeyr. Qazandı, mükafat qazandı, imtahanlardan keçdi, xeyr. Çox çalışdı, çox işlədi, bəli. Ona görə də imtahanları qazandı. Xaricə getdi, xeyr. My parents a car to travel in France. Fransada səyahət etmək üçün ailəm nə pis söz qoyublar. Hürdü, rented. Bəli, rented. Bu boyda feillərin içindən gətirib bura bunu qoyublar. Pes yəni. Language is as-in arasında biz adi dərəcə istifadə edirik. Complete the sentences with the past simple forms of the verbs in brackets. Keçmiş sadə zaman. My uncle, qaydalı feillər, uşaqlar id ilə düzəlir, qaydasızlar isə kökündən dəyişir və bir qayda olaraq yadınızda saxlayın ki, sonu y hərfi ilə bitən bütün sözlərə, deməli, e hərfi ilə şəkilçi gələndə, istənilən e hərfi ilə başlayan şəkilçi gələndə, y hərfi çevrilir, oxşarız qoyaq, I hərfinə və nə də olur? İyə də olacaq. Studied. They, bu da qayda feildir. Burada da uşaqlar, əgər y hərfindən əvvəl buradakı kimi sait gəlirsə, burada adi deməli ed artırılacaq.
Yəni. Amma y-dan əvvəl uşaqlar samit gələrsə, dediyim qayda bax bura aiddir. Y-dan əvvəl samit gələrsə, y hərfi i hərfinə çevrilir və ed artırılır. Deməli, sözləri, cümlələri but, and, because ilə bir-birinə bağlayın. But, amma, ancaq, lakin deməkdir. And, və deməkdir. İki həmcins üzvləri və ya iki, deməli, ardıcıl hərəkətləri and ilə bağlayırıq. Because isə səbəb olanda. Ralph is happy. Xoşbəxtdir. Niyə? Çünki Ralph is happy because çünki ad günüdür. It is his birthday today. Sonra deyir ki, burada bu cümlədə because uyğun gəldi uşaqlar. Düzgün ardıcıllıqda verin deyir. Baxırıq ki, sual cümləsi istəyir. Dərhal nə axtarırıq? Sual sözü axtarırıq. Sual sözü yoxdur. Deməli, bu nədir? Ümumi sual cümləsi olacaq. Xüsusi sual cümləsi olmayacaq. Və baxırıq ki, burada did var. Ümumi sual cümləsi də didlə başlayır. Did, sonra mübtədanı axtarır. Mübtəda futbol olmaz. You olar. Did you, sonra xəbər, play, tamamlıq, sonra da zaman zərfi. Football, yesterday. Sən deyirsən, futbol oynadın. Cümləni inkarda işlədin. I, inkarda işlədəndə nə olur? Didn't. Və feilin sondakı idini də atırıq. Wash. I didn't wash up. Uşaqlar deyəcək, xəttiniz necə gözəldir. Wash up the dishes yesterday. Mətni oxu, deyir sualları, deyin ki, true yoxsa false ideas. Rowling is the author of the Harry Potter books. Harry Potter kitablarının müəllifidir Rowling. She was born in a normal family and they weren't rich. O normal bir ailədə doğulmuşdur və zəngin deyildilər. She was very quiet child. Görürsünüz. Burada səhvi tapana 5 plus. She was a very quiet child. Çünki burada child var. Əskul məktəbdə çox sakit uşaq idi. She married a French man, but she was not happy. O bir fransızla evləndi, amma xoşbəxt değildi. She left her husband with her little daughter. O balaca qızı ilə yoldaşını, ərini tərk etdi. She began writing her first Harry Potter book and published it after 5 years. O özünün ilk Harry Potter kitabını yazmaya başladı və onu 5 il sonra nəşr etdirdi. She sent her book to many people, but they didn't like it. O kitabını çox adama göndərdi, amma onlar onu xoşlamadı. Finally, a publisher liked it, but said that she could not earn much money because the book was for children. Və nəhayət bir nəşriyyatçı onu xoşladı, amma dedi ki, çox adam bunu almayacağı üçün o çoxlu pul qazanmayacaq, çünki kitab uşaqlar üçündür. The publisher was wrong. Nəşriyyatçı yanılmışdı. Harry Potter books became one of the best-selling books all over the world. Harry Potter kitabları bütün dünyada ən yaxşı satılan kitablardan olmuşdu. People translated these books into 40 languages. İnsanlar bunu 40 dilə tərcümə etmişdi.
She was born in a rich family, false. Rich family'də doğulmayıb. Poor family'də doğulmuşdur. She left her husband because he had very little money. Onun ərinin az pul olduğu üçün onu tərk eləmişdi. Xeyr, false. She published her first book after 5 years. 5 il sonra o bəli, nəşr etdirmişdir. What is the passage mainly about? Nə haqqındadır? Harry Potter books. Harry Potter kitabları haqqında. The author of Harry Potter. Kitabın əsas, mövzunun, mətnin əsas deməli mövzusu Harry Potter books'dur. What does underlined it replace in the text? It altına xətt çəkilmiş it nəyi əvəz eləyir? Adətən belə altına xətt çəkilmiş əvəzliklər özündən əvvəlki cümlədə, yəni burada ismi əvəz edir və it təkdə olduğuna görə təkdə olan ism axtarırıq. Which information can't we find in the text? Mətndə hansı informasiyanı tapa bilmərik? She wrote the books in a small cafe near Paris. O deməli balaca kafedə, Parisin yanında balaca kafedə yazırdı. Belə bir məlumat var idi ki, uşaqlar. Belə bir məlumat yox idi. Niyə belə tez verirlər ki? She can find this book in 4 languages. She called the first book. 2 dənə cümlə, bəli. İlk kitabını Philosopher's Stone. Filosofun daşı. Bəli, bu yoxdur. 1-2 C variantı. Mətnə əsasən cümlələri tamamlayın. She began writing her first Harry Potter book. İlk deməli kitabını nə vaxt bunu tamamlayaq. And published it after 5 years. Oxum gəldi yəni. After 5 years. Və bu videoluq bu qədər uşaqlar. Sağ olun.